dağlar oğlusunuz. Təşəkkür ederim. O gözəl Laçının dilbər güşəsində göz açmışsınız, dünyaya gəlmişsiniz. Yəqin ki, o bayaqda bir mahnı oxudunuz. Ya baxtımın gözü ki oldu. Yox, yuxum Çin olmaz. Yıxım Çin olmaz. Hə. Qurulub göndərmə. Bəli. Yəqin ki, o yerinizi, yurdunuzu, obanızı, elinizi yuxularınızda görürsünüz. Və oranın abı havası sizin axan qanınızda artıq özünü göstərir. Damarlarınızda axan qandır demək olar. Bax, o obanı üçün, elini üçün, yurdunu üçün, darxanda, qəribsiyəndə və yaxud da yuxuda görəndə nə edirsiniz? Əslində, deyim ki, elə sualı verdiniz, cavabını demək olar ki, elə siz tamamladınız. Mən, nə bilim, heç cür cavab verə bilmirəm. Nə etməliyim? Əgər insana deyərlər ki, qarşısına sual qoyarlar. Belə yanığı ilə, belə ürək döyüntüsü ilə, mahnılarında, sözündə, təbliğatında deyirsən, ay, vətənim, vətənim, neynəmsən? Onda adam qalır, bilsən, heç özündə yer tapmır ki, üzr istəm ifadəyə görə başını hara soxmağa yer tapmır. Neynəmir, heç nə. Ağrılar, acılar, sən bir var səmimi, bir var gözə gülmək üçün, girmək üçün. Mən deyim ki, heç nə deyə bilmirəm o bayaq, heç nə deyə bilmirəm. Dünyada mən özüm üçün bundan təhqir olunmuş söz bilmirəm ki, yadıma düşəndə neyəsin? Yadıma düşəndə qeyrətdə olsansa, düş qabağa, ged orada öl, əgər belə demək mümkünsə. Vətəndə vətənsiz çox ağır şeydir lan mən. Vətəndə vətənsiz. Üzr istəyirəm, bir daha mən həmişə cəbhə boyu gəzmişəm. Bu Ağdam bölgəsinə getmişdik, cəbhiyə. Əskərlərlə görüşə. 3-4 il bundan qabaq. Öz saslavımla. Orada səngər vardı. Səngərin içində bizi apardılar. Ağdamda, qarşıda o vaxtlar melkombinat deyirlər. O görsənirdi belə. Özümdən qeyri-ixtiyarı çıxdım səngərin üstə. Belə tutdular, mən sallar ki, o tərəfdən Ermənata. Onu var, çəkiblər. Dedim, Ermənata yoxsunda qoy bir gözümlə baxım. Yəni, bu qədər acizlikdir. Bu suala mən cavab verəmirəm. Siz cavab verdiniz, çox gözəl cavab verdiniz və bu cavabdan hər bir insan məncə özünə bir nəticə çıxara bilər. Çünki düzdür, biz hər birimiz deyirik ki, vətən mənə bunu eləməlidir, vətən mənə bunu eləməlidir. Amma biz hər birimiz özümüzə sual verməliyik ki, biz vətən üçün nə etmişik? Nə etmişik, bəli. Bəli, bu hər birimizin, Azərbaycan torpağında yaşayan hər bir insanın qəlbində olmalıdır ki, biz vətən üçün nə eləmişik və ondan sonra doğrudan da hər bir insan özünün öz yoluna, istər keçmişinə, istər gələcəyinə düzgün nəzər sala bilər. Bir ara demək olar ki, sizi efirdə biz görmədik. Bir ara elə bir Məhəbbət Kazımov bir parça. Əbbəy oldu, göyə çəkirdi. Haradaydınız, nə ilə bağlıydı bu? Deməli, mən bu bayaq dediniz, dostlar haqqında nədir ki, mənim dostlarım, yəni çoxdur, hər yerdə var. Demək olar ki, hər bölgədə var. Bu vətəndən qıraqda olan qardaşlarım var, mənim dəyərli qardaşlarım. O, Rusiyanın hər yerində olan qardaşlar. Hərdən onlar üçün mən darıxıram, onlar da mənsiz darıxırlar. Dəvət edirlər. Gedirəm onlara gözəl konsertlər. Hərdən orada oldum, arada bir, 2 ay, bir ay, bir belə. Yəqin o ərəfiyə düşüb, onda da balaca həmişə xalq baxır, istədiyini axtarır, görməyəndən o satı darıxırlar. Yəni, indi burada işlərimi davam etdirirəm.
Elə olmamalı, qastrollarla bağlı. Yox, bilirəm qastrol. Axı elə ola bilməz ki, bir sənətçi öz sənətini burada atsın, ancaq Rusiyanın hansısa bölgələrində Yox, sənəti atmaq yox. Bu, demək olar ki, atmış kimi oldunuz. Çünki olmadınız, heç bir efirdə görünmədiniz. Onun üçün də mənə tamaşaçılar məktub yazır və bunun üçün də mənim haqqım var sizdən soruşmağa. Buyurun. Və siz də xahiş edirəm ki, düzgün cavab verəsiniz ki, niyə görə? Bəlkə kimdənsə incidiniz bir ara çəkildiniz. Yox, heç bir incili zəl olmuyor. Elə həqiqətə götürəndə də sonra bir ilə yaxın mən studiyadan çıxmalıyım. Yəni repertuarımı təzələmək üçün. Hal-hazırdakı yeni ilimiz üçün nə planlarınız var? Əvvəla 2005-də ola bilsin ki, mən çox az dəvət almışam oradan buradan. Ola bilər ki, bir də əlimə imkan keçməz. Bu yeni il ərəfəsindədir sənin bu verilişin. 2005-ci il üzümüzə elə gəlsin ki, elə gözəl ab-hava ilə gəlsin ki, xalqımıza fəyavanlıq gətirsin, Azərbaycanımıza bütövlük gətirsin. Amin. Azərbaycanımızın həmişə mən deyirəm ki, kim ki vətəni parçalayır, bölgələrə bölür, Allah onun özünü bölsün, balasını bölsün. Amin. Bütöv Azərbaycan olsun, bütöv Azərbaycan. Və itirilmiş torpaqlarımızı devlətimizin başçısı qaytarsın, qoy inşallah gələn yeni illərimizi Qarabağımızın baş tacı olan, o bəzəkli bir gəlini olan Şuşamızda keçirək. Amin. Və bütün xalqa firavanlıq, əmin-amanlıq və öz planım da, bayaqları dedim, 2005-ci ilə alnı açıq çıxıram bu musiqi barədə. Yeni albomla o xalq, muğam musiqisindən çıxıram, onu da inşallah alacaq xalqımız, oxudacaq, o qiymət verməyi özlərini öz işlərir. İnşallah. Biz də sizə bu işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, sizin həmişə səsiniz efirdən əskik olmasın. Həmişə sənətdə öz yolunuzu necə tutmusunuzsa, elə də davam etdirəsiniz. Çünki sizi sevənlər çoxdur. Sizi sevənlər həmişə sizi görmək istəyirlər, həmişə sizin gözəl mahnılarınıza qulaq asmaq istəyirlər, dinləmək istəyirlər. Sizə bu işdə yeni-yeni uğurlar və sizə qoy 2005-ci ilin ayağı düşərlikli olsun. Amin, sizi də ailənizlə bir yerdə həmişə mehriban yaşayasınız, ruzlu, bərəkətli yaşayasınız. Qoy ürəyinizdə nə arzu varsa, Ulu Tanrımız özü versin. Sizə də 4-cü mikrorayonda yerləşən Sev Məni gül mağazasından gözəl gül hədiyyəsi olunub ki, siz evdə bizim verilişin adından öz xanımınıza təqdim edəsiniz və yaxud da ki, qızınıza. Mən sizə igidlik rəmzi olan bir dənə gözəl xəncəl var. Sizi düzgün başa düşməyənlər inciyə bilər. Ən uğurlu gününüz bazardır. O xatamürcü, bu həftə maddi durumunuz xeyli yaxşılaşacaq. Amma onu ağılla xərcləyir. Sizə xas hövsələsizlikdən biraz uzaq olun. Dostlarınızın birgə istirahət etmək təklifini rədd etməyin. Ən uğurlu gününüz bazardır. Oğlaq bürcü. İşə sadiq oğlaqlara məsləhətim budur ki, səhhətinizdə ciddi problemlərlə üzləşmək istəmirsinizsə, dincəlməyi unutmayın. Həkim müayinəsindən keçsəniz pis olmaz. Ən uğurlu gününüz bazar ertəsidir. Dolça bürcü, büdcənizi artırmaq məqamı çatıb. Bunun üçün qətiyyətli olun. Borclarınızı verməyi unutmayın. Övladlarınızla gəzintiyə çıxsanız, bu həm sizə, həm də onlara sevinc bəxş edər. Ən uğurlu gününüz şənbədir. Balıqlar bürcü, bu həftə nəzərdə tutduğunuzu həyata keçirmək üçün vaxtınıza qənaət edin. Xırdalıqlara varmayın. Dərhal əsas işlərin icrasına başlayın. Ən uğurlu gününüz şənbədir. İstəklər tamaşaçılar, bununla da ulduzların vəd etdiklərini mən sizə çatdırırım. Lakin unutmayın ki, aydan da, ulduzdan da, günəşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrı dayanır. Qoy Ulu Tanrı sizin hamınıza